Məni hep aparıblar Binəqədi rayon məhkəməsinə, sanksiya verəcəklər. Saat 7-dən oradayıq. 8, 9, 10, 11, 12 xəbər yoxdur. 5 saatdır Binəqədi rayon məhkəməsindəyik, xəbər yoxdur. Vəkilim gəldi ki, Aqil Laiç. Dedi, bəs səni həbs edə bilmirlər, həbs qəti imkan tədbiri verə bilmirlər. Avropada olan məşhur jurnalistlərə, ictimai xadimlərə sənin dedi əleyhinə status yazdırmaq istəyirlər ki, onu ən ali rəhbərliyə təqdim eləsinlər. Qurban bəy, Aqilin deməyindən yarım saat sonra status yazıldı. Gecə saat 1-in yarısında Avropada oturan tanınmış bir jurnalist status yazdı ki, Əvəz Zeynalov prezidentin ailəsindən bağlı sənədlər var. Azərbaycan bir dəqiqə. Avropada Azərbaycanlı yoxsa kim? Təbii ki, Azərbaycan cəmiyyəti onu yaxşı tanır. Kimdir? Yəni, nəsə, onu bilən bilir, Aqil də bilir, hamı da bilir. Zaten o screenshotlar mənim əlimdə. Yəni, adam deyir ki, sən mənim dostum deyil. Əvəz bəy, bir dəqiqə, qardaş. Biz belə danışırıq deyə bu cəmiyyət bədbaxt düşüb. Deyirsən, hamı bilir, əvvəla mən bilmirəm, mən ilk dəfə bunu işləyirəm. Bu adamları demək lazımdır, qadanım, xalq tanısın. Mən onu ittiham eləmək istəmirəm, o ittiham kimi çıxır. Amma məndə bu var və gecə saat 1-in yarısında bu status çıxır, 2 keçir, 3 keçir, 4 keçir, gecə saat 5-də 4 aylıq həbs qəti imkan tədbiri seçilir.